Bugün o gündür. Deməli uşaqlar, böyük gün gəlib çatdı. Bugün dissertasiya müdafiəsidir. Kameranı təbii yerdə qoymuşam, evdə yoxdur. Biraz məşq üçün gəlmişəm. Saat 2-də müdafiədir. Çox həyəcanlıyam. Bitir. Mən kəndə batayım. Bunlar tamamları yerine gidiyoruz. Sıkıntı çıkıyor. Sen yapsın. Gelmedim. Lezzet ise o yerden getirsen ben lezzet verim. Burada ne oldu sana yoksa Bəli, hər şey hazır. Bir dənə qaldı. Səhnə bizimdir demək. Elə deyəlim. Bir de slaydını düzelt. Mövzumuzun adı Azərbaycan əkarlığı təbiət mənzərəsi, onu təqdim edəcəyik. Mükəmməl də hazırlaşmışıq. İnşallah hər şey qaydasında olacaq. Birinci tərənədir. Bəli, mənəm. Mənəm, sonra Rəşaddır. Tərənə naturmortdur. Mən mənzərəyəm. Rəşad da miniatürə və təbiət İnşallah yaxşı olacaq. Bəli. Bir də sudan bir. Müəllimimiz də bizi sakitləşdirmək üçün piano ifa edir. Bu müsbət cəhətlərin, hər bir xüsusiyyətlərin yəni ardıcılıqla bizə həm rəhbərliyə, həm nazirliyə öz minnətdarlığımı bildirirəm ki, bu sənət ocağında, bu ali təhsil müəssisəsində sərb olmağından yəni bir fərq hissi duyuram və elə yəni qərara gələk ki, bizim bu magistratlarımızla çox gözəl nailiyyətlər əldə edəcəklər, gələcəkdə onlar yəni aldığı təhsil müəssisəsinin adını həmişə uca yüksək tutacaqlar. Çünki siz uşaqlar, əziz tələbələr, həyat illə belə başlayır. Siz yəni hər bir nailiyyətiniz söykəndir təhsil aldığınız ocağın üzərində. Yəni harada işləməyindən, hansı peşədə, hansı ixtisasda işləməyindən asılı olaraq birinci, yəni hansı təhsil müəssisəsini bitirmişsiniz, qurtarmışsınız, onun adının uca tutulması ən vacib məqamlardan biridir. Müəllim də təsdiqləyər, bizim bütün tədbirlərimizdə lazım olan foto şəkillər Ruşan müəllimdən keçir. Və inanın ki, bu 20 yanvar hadisələridir, fevral, məsələn, soykırımıdır, o birisilərdir, və yaxud da Novruz bayramıdır, yəni müstəqilliyin yaranmasıdır. Adil müəllim hər halda yəqin təsdiqləyər inşallah. Çox sağ olsun, Adil müəllimin sayəsində və bizim hörmətli rektorumuzun sayəsində hər cürə şərait yaradılmış və çox sağ olsun ki, bu uşaq da, yəni həqiqətən də o əsərlər elə birinci növbədən gələn xaricdən hətta Macaristandan belə bizim nümayəndə qonaqlarımız gəlmişdir. Onlar bu şəkillərin bir neçəsini bəyənib, xahiş edərlər. Biz Adil müəllimə dedik, sağ olsun, Adil müəllim şəkillərindən də verdi və bu uşaqlı şəkillərini verdi. Qızım çox sağ olun. Sədr, siz də çox sağ olun, sizə minnətdarım, çox sağ olun. Məlumat məzmun nədən ibarət edir? Hamısını izahatını versin. Uğurlar mı? Çok sağ olun. Uğurlar. Sağ olun kızım, Bütün sən. sən buna həqiqi layiqlısın. Sən ikinci. olan bir ixtisasdır. Ətraf mühitə olan münasibətin düzgün istiqamətləndirilməsi, eyni zamanda milli mənəvi dəyərləri olan bağlılıq hisslərinin gücləndirilməsi ilə əlaqələndirilmişdir. İbarətdir. Mövzunun aktuallığı təsvir sənətinin yalnız estetik zövq formalaşması deyil. Bacardı. Biz de bura şehirlerin yanından gideceğiz. Oradan da bir tane ara küçe var. Bilmem ne bilmem. Bir kişi oturduğumuz bilmiyorum. Bura verdi, burada bağlıdır. Başka yaxşı yeri yok. Daha Aklım fikrime sen oldun ben sanki ben değilim gözüm
Bəli, dissertasiya müdafiəsi də bitdi. İndi gedirəm çörək almağa. Gedirik. Bu qədər idi. Bundan sonra başımıza nə gələcək bilmirəm. Nə olacağını heç kim bilə bilməz. Mənim üçün çox maraqlı bir 6 il idi. 4 il bakalavr, 2 il magistr. Yəni çox şey öyrəndim, çox şey mənə qatdı. Nə yaxşı ki deyirəm, nə yaxşı ki yaxşı insanlarla qarşılaşdım. Müəllimlər olsun, tərbiyə yoldaşlarım olsun. Həqiqətən həyatın gözəlliklərinin fərqində olub yaşamağı öyrənmək tam başqa bir şeydir. Həssas ola bilərsən. Yəni çox şey ola bilər. Amma axırda şükür etməyi bilirsənsə, məncə ən uğurlusu odur. Şükürlər olsun deyirəm. Hədəflərimiz var inşallah. Hər birinə birlikdə də nail olarıq. Sizə də bol uğurlar. Bilirəm qabiliyyət imtahanına hazırlaşırsınız və sizi çox yaxşı başa düşürəm. İnşallah hər şey ürəyinizcə olar. Bir sözlə digər videolarda görüşənədək hələlik.